Novruz bayramına sayılı günlər qalıb. Kimisi bazara, kimisi isə yarmarkaya üst tutur. Əməkdaşlarımız həm paytaxtda fəaliyyət göstərən yarmarkalarda, həm də bazarlarda olublar. Məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanıblar. Gəlin görək, qiymət və keyfiyyət alıcıları qane edirmi? Çeşid çox, tələb çox. Yarmarkada ölkənin 20-dən artıq regionundan 55-dən çox fermerin 150-dən artıq məhsulu satışa çıxarılıb. Bəs qiymətlər necədir? Səməni 1 manat 50 qəpikdən başlayır, 20-25 manata kimi. Hər qiymətə səməni var. İndi onun üstündə biz vurduğumuz bəzəkdən asılı olan bir şeydir. Portuqal 2 manat 80 qəpik, limon 50 qəpik, kivi 2 manat. Pomidor 4 manat, xiyar 3 manat, göbələk 4 manat. Qanat edir 14 manat. Qoz ləpəsi var, 12 manatdan tutmuş, 16 manata qədər var. Fındıq ləpəsi 13 manatdan tutmuş, 17 manata qədər var. Kişmiş var, 7 manatdan tutmuş, məsələn 15 manata qədərdir. Xurmalar cürbəcürdür də 5 manatdan var, 4 manata var. Məsələn 1 kiloluq var, 6 manat 50 qəpik. Bizdə bir qiymət qrupu var, qurum daxilində. Hər gün bazarda qiymətlər araşdırılır, bazar araşdırması aparılır və qiymətlərlə bağlı biz fermerlərə tövsiyə xarakterli məlumat veririk. Sözsüz ki, qiymətin formalaşması tələb və təklif əsasında baş verir. Satıcılar deyir ki, keçən ilə nisbətən bu il bəzi məhsulların qiymətində artım var. Bir dənə səməndə bir 60-70 qəpik fərq eləyib, qalxıb. Keçən ilki ilə biraz qalxıb da qiymətlər. Bizdə kişmişlərdə, bir də ərikdə bir balaca, 1 manat 50 qəpik fərqi var. Burada bayrama aid hər şey var. Meyvə tərəvəzlərdən, çərəzlərdən tutmuş ət və süd məhsullarına qədər. Satıcılar deyir ki, qiymətlər münasibdir. Bəs alıcılara necə? Qiymətlər qane edirmi? Bazarla buranın fərqi var. Konişin bazar baha olur. Şəhərə belə bəzi yerlərdə ucuzluqdur, bəzi yerlər bazarlardan da bahadır. Yarmarka ilə bazar arasında qiymət fərqini görmək üçün bazara üst tutduq. Qoz 12 manatdan başlayır əvvəl kimi, yəni. Tacədə 3 yuxarıya kimi var, məsələn 20 manata kimi var. Fındıq da 14-dədir, 13-dədir ləpəsi, qovrulmuşu da 16 manatdır. Sonra badam da 16 manatdır. Ondan sonra əriklər var, kişmişlər var. Onlar da hamısı aşağı qiymətlərlə 7 manat. Ucuz deməz. Yəni bahadır qiymətlər. Bazarda özün istədiyi seçib ayarlaya bilirsən. Yəni ki, özün istədiyi, yəni bazarda olan malların keyfiyyəti daha yuxarıdır. Araşdırmalardan məlum oldu ki, bayramın atributu olan səmənlərin qiyməti bazarda 5 manatdan 40 manata, yarmarkada 1 manat 50 qəpikdən 20-25 manata qədər, qoz ləpəsi bazarda 12 manatdan 20 manata, yarmarkada 12 manatdan 16 manata qədər, fındıq ləpəsi bazarda 14 manatdan 16 manata, yarmarkada 13 manatdan 17 manata qədər dəyişir. Bəyim Mahir qızı, Diana Cəlali, İlkin Həsənov, Space xəbər.